101-ci sual. AB xətti üzrə uyğun gələn relyef profilini müəyyən edin. Bizdə sxemdə göstərilib A nöqtəsi və B nöqtəsi. Burada görürük ki, relyef forması müsbət relyef formasıdır. Çünki belgişdiriklər kənara doğru seçilib. Bu ya dağdır, ya təpədir, ya müsbət relyef formasıdır. Və A-dan B-yə doğru baxanda görürük ki, bu 40, 120, yəni A-dan zirvəyə doğru, 220-yə doğru hündürlük artır. A-dan 220-yə doğru hündürlük artır. 220-dən B-yə doğru isə hündürlük azalır. Çünki horizontallar get-gedə aşağı gedir və ətəyə doğru irəliləyir də bu. 220-dən B-yə doğru hündürlük azalır. Yəni A-dan 220-yə doğru hündürlük artır, 220-dən B-yə doğru hündürlük azalır. Və bizim relyef formamız hardasa bu formada olmalıdır. Variantlara baxaq. A olmaz çünki davamlı şəkildə bir emmə var. B də olmaz, sadəcə hündürlüyə qalxma var burada. C-yə baxaq, bəli, C bizim relyef formamıza uyğun gəlir. İlk olaraq hündürlük artıb 220-yə qədər. 220-dən sonra hündürlük aşağı düşüb. Deməli, doğru variant C-dir. D və Y olmaz, çünki burada mənfi relyef forması təsvir olunub. 102-ci sual. 102-ci sualda biz mənfi relyef forması görürük. Çünki belgişdiriklər daxilə doğru çəkiliblər. Bu mənfi relyef formasıdır. Rəqəmlərdən də görürük 120, 60 və daha sonra hündürlük azalıb bu nöqtəyə qədər. A-dan çökəkliyə doğru hündürlük azalıb. Çökəklikdən B-yə doğru isə hündürlük artır. Çünki xaricə doğru hərəkət var. Baxın, hündürlüyü 80 metr olub. A-dan bu nöqtəyə qədər hündürlük azalıb. Bu nöqtədən B-yə qədər yenidən hündürlük artıb. Bu formada bir relyef forması olacaqdır. Variantlara baxaq. Variantlara baxdıqda da ən uyğunu C variantıdır. 103-cü sual. 30 dərəcə şimal enliyi və 50 dərəcə şərq uzunluğunda yerləşən məntəqədən verilən azimutlarla hərəkət edən müşahidəçi qütb ulduzunu özündən müvafiq olaraq hansı tərəfdə görər? Baxaq, deməli 30 dərəcə şimal enliyi və 50 dərəcə şərq uzunluğunda olan bir məntəqədən söhbət gedir. Gəlin biz bunu qeyd edək. Otuz şimal enliyidir. Və 50 dərəcə şərq uzunluğu. Bu məntəqədəyik. A məntəqəsini qeyd edirik. Və verilən azimutlarla hərəkət edən müşahidəçi. Burada verilib 270 dərəcə azimut, 180 dərəcə azimut, 90 dərəcə azimut və 0 dərəcə azimut. Əvvəlcə baxaq 270 dərəcə azimutla hərəkət edəcək. Biz bilirik ki, qütb ulduzu bizdən həmişə şimalda yerləşir. Qütb ulduzu hər zaman şimal istiqaməti göstərir. Və ilk olaraq 270 dərəcə hansı istiqamətdir? Qərb istiqamətidir. Biz qərb istiqamətinə getsək, qütb ulduzu bizdən hansı istiqamətdə olacaq? Qütb ulduzu şimal qütbünü göstərir və o zaman 270 dərəcə azimutla qərbə getsək, qütb ulduzu olacaq bizdən sağda. Bunu təsəvvür edin, sadəcə qərbə doğru hərəkət edirsiniz şimal yarımkürəsində və qütb ulduzu sizdən sağda qalır. 180 dərəcə azimutla. 180 dərəcə azimutla, yəni biz cənuba getsək, qütb ulduzu bizim arxamızda qalacaqdır. 90 dərəcə azimutla, yəni şərqə getsək, qütb ulduzu bu tərəfdə, yəni bizdən solda qalacaq. Dərəcələri də qeyd edim. 0 dərəcə azimutla şimala hərəkət etsək, qütb ulduzu bizim qarşımızda olacaq. Variantlara baxaq. 270 dərəcə sağda, 180 dərəcə arxada, 90 dərəcə solda, olmaz, buna baxaq, solda, 0 dərəcədə qarşıda. Doğru cavabı 103-də E variantı. 104. 104 də tamamilə eyni tipli sualdır. 105.
AB xəttinə uyğun gələn relyef profilini müəyyən edin. Baxırıq A-dan B-yə qədər. A 100, burada 100 metrlik horizontal var. Bu 90'dır. Deməli bu neçə olacaq? Bu 95 olacaq da, düzdürmü? 90, 95, 100. A nöqtəsi 100-dən hündürdür. Amma 105-dən aşağıdır. A 100, 105 arası olmalıdır. Baxın variantlara. A 100, 105 arası olan. Yəni 100'ün üzərində deyil, olmaz. 190 arası deyil. 80'ə yaxın xeyr deyil. 100'dən yuxarı bu olar. Burada da 100'də, əslində bu da olmaz. Çünki A nöqtəsi 100'ün üzərində deyil. C variantı qalır. Gəlin bunu baxaq isbat edə bilirikmi? B-yə doğru gələk. A-dan bu istiqamətə hündürlük azalıb. Hündürlük azalır. Və daha sonra isə hündürlük artır. B istiqamətinə. Baxın 90 metr, sonra 95, 100 olacaq. B 100'dən çox az yuxarıdadır. Yəni 100'ə yaxın bir rəqəmdir. Baxırıq biz C variantımızda görürük ki, hündürlük azalıb, daha sonra artıb. Və 100'ə də uyğun gəlir. Ona görə doğru cavab C variantı. 106. AB xətti üzrə uyğun gələn relyef profilini müəyyən edin. Nəzərə alın ki, kəsmə yüksəkliyi 5 metrdir. Baxaq, 155 metr verilib və horizontal burada kənarı çəkilib. Bu tərəfdə də bəli kənarı çəkilib. Deməli bu daxilə doğru hündürlük artacaq. Yəni bura olacaq 160. A 160'dan çox, bəli qeyd olunub 160. A 160'dan çox az hündür olmalıdır. Çox az hündür. Baxaq, A olar, B də 170'dən hündürdür. Olmaz, D də olmaz. Digər variantlar qalsın. Sonra A'dan bu hissəyə doğru hündürlük ilk əvvəl azalıb. Hündürlük əvvəlcə azalıb, yəni çox az. Əvvəlcə eyni horizontal daxilindədir. Daha sonra azalıb və daha sonra yenə artmağa başlayıb. Hadisə 165. Bu horizontal 165'dir. Bu da olacaq 170. B 165 və 170'in arasında olmalıdır. Və baxaq, A variantında hündürlüğün artması göstərilib. Amma bizdə hündürlük bu istiqamətə azalmalıdır. Ona görə A olmaz. Qalır C və Y variantları. Burada C variantı olmayacaq. Nəyə görə? Çünki baxın B 180 metr verilib. Amma biz B'ni tapdıq 165 və 170 arasında. Ona görə bizdə C variantı olmaz. E variantı baxaq, bəli 170 və 160 arasındadır. Bu B nöqtəsinə uyğun gəlir. Ona görə doğru cavab E variantı. 107-ci sualda eynidir. 108-ci sualda eynidir. Ona görə bu hissələri sürətlə keçək. Bu səhifədə də eyni tipli 4 sual var. Bunun da ikisini izah edirəm. 4 sualdan ikisini. Yəni eyni tipli də eyni formada geçsəz cavabı ala bilərsiniz. 109'a baxaq. Kəsmə yüksəkliyin 5 metr olduğunu nəzərə alaraq AB xətti üzrə relyef profilinə uyğun olan diaqramı müəyyən edin. Baxaq. A nöqtəsi, B nöqtəsi, çay keçir. Deməli A 150 metrlik horizontaldır və çaydan A'ya doğru hündürlüyü artacaq, çaydan B'ye doğru hündürlüyü artacaq. Yəni A'dan çaya doğru, B'den çaya doğru hündürlüyü azalacaq. Bu 150 metrdirsə, daxili horizontal olacaq 155. 150'den yuxarı. 150'den aşağıdakı horizontal olacaq 145. Deməli A olacaq 150 və 145 arasında. A 150-145 arasında olmalıdır. Baxaq variantlara. 150'den aşağıdadır, 150'den aşağıdadır. Bütün variantlar əslində uyğun gəlir. Sadəcə sırf 150 olan D variantını biz burada silək ki, D variantı uyğun gəlmir. Sonra A'dan dedik 150-145 arasındadır və hündürlük bura doğru artır. Baxın 150-155 dərəcəli horizontalda keçir. İlk olaraq hündürlük artır. Hardasa gəlir 150
58, 157, 158 metrə qədər gəlir. Və bu nöqtəyə gəldikdən sonra yenidən hündürlük azalmağa başlayır. Qarasu çayına qədər 150, 145, 140 metrə qədər düşür. 140 metrə qədər düşdükdən sonra yenidən artır. B nöqtəsinə baxaq, bu 150 metrlik horizontaldır, 150-dir, 155. B də hardasa 155-ə yaxın bir rəqəm olmalıdır. A variantında dediyim kimi A'dan doğru qalxdı, daha sonra çaya doğru azaldı, yenə də qalxdı. B'də birbaşa azalma var. Ona görə bu olmaz. Çünki biz dedik ki, ilk əvvəl hündürlük artması müşahidə olunur. B'də birbaşa azalma doğru deyil, ola bilməz. Baxaq C variantına. C variantında da hündürlük demək olar ki, dəyişmir, olduğu kimi qalır və daha sonra azalır. Azalır və yenə artır. Sadəcə burada belə deyək də 150-dən sadəcə hündürlük dəyişmir o qədər də. Amma bizdə hündürlük 155-dən yuxarı çıxır. 160-a qədər hardasa gəlir, amma 160 deyil, çünki burada horizontal olmalı idi yoxsa. Ona görə biz bunu götürə bilməliyik. Çünki burada hündürlüyün artması o qədər də müşahidə olunmur. Y variantına baxaq. Y variantında da baxın 160-ı keçir artıq burada yüksəklik. Amma bizdə 160-ı keçməməlidir. 157, 158 metrə qədər dediyi olmalıdır. Ona görə də E variantı da olmaz. Doğru cavab 109-da A variantı. 110-cu sual. AB xətti üzrə uyğun gələn relyef profilini müəyyən edin. Kəsmə yüksəkliyimiz yenədir 5 metrdir. A'ya baxırıq, B'yə baxırıq. 100 metrlik horizontal var burada. Və çaydan, belə deyək də, çaydan yuxarıya doğru hündürlük artacaqdır. Onda bura 105 olacaq. A 105-dən hündür olmalıdır. A nöqtəsinin biz deyirik ki, 105-dən hündür olsun. Baxaq. Burada 120-yə yaxındır, bu qədər hündür deyil. Yəni 105-110 arası olmalıdır bizim rəqəmimiz. B olar. Burada 80-dən aşağıdır, ona görə olmaz. Digər variantlarımız qalsın. Sonra hündürlük burada azalacaq. 100-dən 70-ə doğru hündürlük azalır. 70-dirsə bu 65 olacaq. Hardasa 60 metrə qədər hündürlük azalacaq. Sonra kürəkçaya qədər hündürlük azaldı. Kürəkçaydan sonra hündürlük yenə artacaq. Və 100 metrə qədər gəlir. B nöqtəsi 100 metrlik horizontalın üzərindədir. Deməli, B nöqtəmiz 100 metrdir. Baxaq, burada 120 metrdir B nöqtəsi. Ona görə olmaz. Qalır bizdə hansı variantlar? C və Y variantlarımız qalır. Və baxaq 2. Burada görürük ki 100 üzərindəndir və 100-dən hündürlük dəyişmədən davam edir. Amma bizdə belə bir şey yoxdur. Bizdə hündürlük davamlı şəkildə dəyişir. Davamlı şəkildə hündürlüyü azalır. Sabitlik yoxdur. Hündürlük azalır. Hündürlüyümüz azalır, sonra yenidən qalxır. Ona görə də biz burada C variantını da götürə bilməliyik. E-yə baxaq. Bəli, hündürlük azaldı. Çaya qədər gəldi. Və daha sonra qalxdı. B nöqtəsi də tamamilə 100 metrdir. Bu doğru variantdır. 111 və 112 də eyni tipli olduğuna görə keçirik 113-ə. Sxemdə dəmir yol xəttinin keçdiyi ərazi göstərilmişdir. Dəmir yolu çəkilərkən qarşıya çıxan maneələri keçmək üçün tunel və ya körpüdən istifadə edilir. Verilən məntəqələrdən hansında uyğun olaraq tunel yaxud körpü olacağını müəyyən edin. Deməli, əgər belə deyək də, məntəqədən çay keçirsə və ya çəkəklikdən keçirsə, orada körpü olmalıdır. Lakin yüksəklikdən keçəcəksə, məsələn, təpədən keçəcəksə, orada mütləq tunel olmalıdır. Belə təsvir eləyək də, məsələn, hündür ərazidə buradan heç cür körpü çəkmək olmaz da, keçmək üçün, nə üstündən, nə ətrafından. Buradan mütləq tunel çəkilməlidir ki, tuneldən keçsinlər. Amma çəkəklik olsa, çəkəkliyin üzərindən də tunel çəkmək olar
Bir də çay olarsa körpü çəkmək olar çaylıqdan. Çay olarsa çayın da üzərindən körpü çəkmək olar. Deməli çay və çəkik ərazilərdə, çəkikliklərdə körpü müsbət relyef forması olanda, təpə olanda isə tunel çəkilməlidir. Baxaq burada. Burada görürük ki, horizontallar var və bu müsbət relyef formasıdır. Burada dağ var, təpə var. Təpə olduğuna görə burada mütləq tunel olmalıdır. Yəni birinci mütləq tunel olmalıdır. 2. İkiyə baxaq. İki ayrı və bir horizontaldır. Amma bu hissə çöküb, düzdürmü? Yəni tutaq ki, bura 1000 metr olsa, bura 1000 metr olsa, bura 1000-dən aşağı olacaq. Ona görə burada biraz mənfi relyef forması olacaq. Ona görə də 2-də körpü olacaq. 2-də körpü olacaq. 3'e baxaq. 3 çay keçir buradan. Zolaq formasında çay keçdiyinə görə çayda da körpü olacaq. Tunel, körpü, körpü. Doğru cavab 113'də A variantı. Yenə izah edirəm. Çay keçirsə körpü çəkilir. Əgər dağ təpədirsə orada tunel olmalıdır. İki təpən birləşirsə və ya çəkiklik ərazidirsə burada iki ayrı eyni hündürlükdə olan horizontal var, amma aralarındakı ərazi oradan daha az hündürlüyə malikdir. Ona görə buranı birləşdirmək üçün biz körpüdən istifadə etməliyik. 114. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Tədqiqat metodları verilib və xüsusiyyətləri verilib, biz bunları uyğunlaşdırmalıyıq. Riyazi statistik metod, kartoqrafik metod, coğrafi proqnozlaşdırma və geoinformatika metodu. Baxaq. İnformasiya texnologiyaları vasitəsilə coğrafi informasiyaları toplayır və təhlil edir. Bu aiddir geoinformatika metoduna. Çünki adında göründüyü kimi geoinformatika, informasiya texnologiyaları vasitəsilə coğrafi informasiyaları toplayır və təhlil edir. B. Təbii və antropogen təsirləri nəticəsini əvvəlcədən müəyyən edir. Əvvəlcədən müəyyən varsa, bu olacaq proqnozlaşdırma. Müxtəlif məzmunlu xəritələrin öyrənilməsinə əsaslanır. Müxtəlif məzmunlu xəritə öyrənirsə, bu kartoqrafik metoddur. Coğrafi obyekt və hadisələrin kəmiyyət göstəriciləri təhlil edir. Kəmiyyət varsa, bu riyazi statistik metoddur. 1'ə D, 2'ə C, 3'ə B, 4'ə A, D variantı. 115. sual. Sxemə əsasən doğru fikri müəyyən edin. Bizim sxemimiz burada göstərilib. Fikirlərimiz də buradadır. Baxaq. Kəsmə yüksəklik 150 metrdir. Baxaq. 600 metrlik horizontal var və dəniz səviyyəsi var. Dəniz səviyyəsi isə 0'dır. Buradan bir horizontal keçir. 2 horizontal və 3-cü horizontal. Bu da 600 metr. Arada neçə kəsmə yüksəkliyi var? 1, 2, 3, 4 kəsmə yüksəkliyi var. 4 kəsmə yüksəkliyi var və kəsmə yüksəkliyi tapmaq üçün 600'ü bölürük 4'ə alırıq 150 metr. 150 metr kəsmə yüksəkliyi alındı. Baxaq doğrudurmu? 0, 150, 300, 450 və 600. Deməli, bəli, həqiqətən də bizim kəsmə yüksəkliyimiz 150 metrdir. Deməli, bu birinci cümlə doğrudur. A məntəqəsi B-dən daha hündürdə yerləşir. Baxaq. Bu A məntəqəsidir, bu B məntəqəsidir. Bax, hansına qədər daha çox horizontal gelirsə, bu deməli ki, daha yüksəkdir. Bu müsbət relyef formasıdır. Baxaq, bura neçə horizontal var burada? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 horizontal bura qədərdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Bu da 14'dür. Yəni A ilə B bir-birinə bərabərdirlər. Ona görə də 2 olmaz. 3. Filiz mənşəli faydalı qazıntılar geniş yayılmışdır. Baxaq. Belə görürük ki, burada dəmir var, mis var, qızıl var. Bunlar filiz mənşəli faydalı qazıntılardır və bu ərazidə də yayılıb. Ona görə də bunu biz götürə bilərik.
Çökmə mənşəli faydalı qazıntılar geniş yayılıb. Amma burada çökmə yoxdur. Baxsaq da görürük ki, yoxdur. Yəni dəmirdir, qızıldır, misdir. Burada çökmə mənşəli faydalı qazıntı yoxdur. A və B məntəqələrinin mütləq hündürlüyü eynidir. Bəli, az əvvəl qeyd etdik. A və B məntəqələrinin mütləq hündürlüyü eynidir. Kəsmə yüksəkliyi 120 metrdir. Xeyr, kəsmə yüksəkliyi 150 metrdir. Cavab 1, 3, 5 E variantı. Açıq tipli suallara başlayırıq. 116. Mətndəki rəqəmlərə əsasən miqyaslı şərti işarələrə uyğun gələn obyektləri müəyyən edin. Şagirdlər bulaq miqyassızdır. Bəli. Yanındakı cığırla, cığır xəttidir. Ona görə olmaz. Gedib göl konturludur. Gölün sahilinə çatdılar. Düşərgədə, bəli, miqyassızdır düşərgə. Dincələndən sonra körpüdən, bəli, körpüdən keçib dəmir yoluna, dəmir yolu xəttidir, olmaz, çıxdılar. Deməli, burada bizə hansılar aiddir miqyasıza? 1, 4 və 5. Sonra 117. A və B nöqtələrinə aid olmayan əlamətləri seçin. A və B-yə aid olmayan. Çökəkliyin kənarında yerləşirlər. Bu çökəklik deyil, təpədir. Çünki belgişdiriklər xaricə doğru çəkilib. Bu yanlış cümlədir. Ona görə götürürük, uyğun olmayanı istəyir. M nöqtəsindən nisbi hündürlükləri eynidir. Baxaq. M-dən bura qədər A nöqtəsidir. M-dən bura qədər də B nöqtəsidir. Nisbi hündürlükləri eynidir. Bəli, ona görə olmaz. Ən hündür nöqtələrdir. Xeyr, ən hündür nöqtələr deyil. Yamazda yerləşirlər. M nöqtəsindən aşağıda yerləşirlər. Bəli, M nöqtəsindən aşağıda yerləşirlər. Doğru cümlədə, ona görə götürmürük. Dağın müxtəlif yamazlarında yerləşirlər. Bəli, A nöqtəsi cənub-şərq yamacıdır, B nöqtəsi şimal-qərb yamacıdır. Yəni belə formada göstərsək. Ona görə bu doğru cümlədə olmaz. M nöqtəsindən yüksəkdə yerləşirlər. Xeyr, M nöqtəsindən alçaqda yerləşirlər. Ona görə cavab olur 1, 3, 6. 118. A və B nöqtələri üçün ümumi olan əlamətlər. Yəni eyni tiplidir, sadəcə burada ümumi olan əlamətləri istəyir. Eyni mütləq hündürlüyə malikdirlər. Bəli, doğrudur. Çökəkliyin dibində yerləşirlər. Bu çökəklik deyil, təpədir. Dağın eyni yamacında yerləşirlər. Xeyr, fərqli yamaclarda yerləşirlər. M nöqtəsindən hündürlük fərqləri eynidir. Baxaq, M-dən bura qədər, M-dən bura, bəli. M nöqtəsindən hündürlükləri eynidir. M nöqtəsindən hündürdə yerləşirlər. Xeyr, M nöqtəsindən aşağıda yerləşirlər. Dağın müxtəlif yamaclarında yerləşirlər. Bəli, doğrudur. B nöqtəsi şimal-qərb yamacı, A nöqtəsi cənub-şərq yamacında yerləşir. 119. Təsvir olunan reylə formasına uyğun gəlməyən əlamətlər seçir. Təpədir. Baxaq. Baxırıq ki, 197 var, ondan kənarda 210 var. Deməli, bu hündürlüyün azalması var da burada. Azalma varsa, deməli, bu çökəklikdir, mənfi reylə formasıdır. Gəlməyənə təpədir, gəlmir, çökəklik doğrudur, ona görə götürmürük. A nöqtəsi B-dən yüksəkdir. Baxaq. A, B-dən alçaqlıdır. B, bu mənfi reylə forması olduğuna görə kənardakı horizontal daha hündürdür. B, A-dan yüksəkdir. Ona görə yanlış cümlə olduğuna görə bunu götürürük. Səth axınları A-dan B-yə doğru yönəlir. Səth axınları yüksəkdən alçağa doğru yönəlməlidir. Yəni B-dən A-ya doğru yönəlməlidir. Bu səhvdir, ona görə götürürük. B nöqtəsi A-dan yüksəkdir. Bəli, B nöqtəsi A-dan daha yüksəkdə yerləşir. Kənarda yerləşdiyinə görə, çəklik olduğuna görə. Ona görə bunu da götürə bilmərik. Doğru cavab 1, 3, 4. 120-ci sual. Sxemdə verilən reylə formasına aid düzgün olan əlamətləri müəyyən edin. Baxaq, 2 ədəd rəqəm var, 120 var və 40 var. Xaricdən daxilə doğru hündürlük azalıb. Deməli, bu nədir? Bu mənfi reylə formasıdır və çökəklikdir. A ilə B arasında hündürlük fərqi 120 metrdən çox ola bilməz. A-dan B-yə qədər 120 metrdən çox ola bilməz. Baxaq. Burada biz kəsmə yüksəkliyi tapa bilərik. Yəni 2 kəsmə yüksəkliyi var. Kəsmə yüksəkliyi bərabərdir. 120-dən 40-ı çıxırıq, qalır 80. 80-i 2-yə bölürük, olur 40 metr. Kəsmə yüksəkliyi 40 metrdir. Və kəsmə yüksəkliyi tapdıq ki, 40 metrdir.
Bu olacaq 80 metr. 120, 80, 40. Bu daxili horizontalda 0 metr olacaq. 40-dan 40 çıxırıq, 0 metr olacaq. Deməli, A nöqtəsi dəniz səviyyəsindən aşağıdır. A nöqtəsi mənfidir. A nöqtəsi 0 və mənfi 40 arasında olan bir rəqəm olmalıdır. 0 və mənfi 40 arasında olacağına görə biz baxaq. B 120'dir. 120'dən bu daxili horizontala qədər 120 metrdir. 0'dır, bu da 120'dir. B nöqtəsindən yox, üzr istəyirəm. İkinci horizontaldan daxili horizontala qədər 120 metrdir. B nöqtəsindən bura qədər isə 80 metrdir. 80 metrdir. Və A nöqtəsi 80'dən çox 120'dən az olmalıdır. 80 və 120 arası olmalıdır. Çünki 120 ola bilməz. Olsaydı gərək bir dənə də horizontal olaydı. Ona görə 120 olmaz. A ola bilər 80 və 120 metr arasında. Və bizə nə deyir? A və B arasında hündürlük fərqi 120 metrdən çox ola bilməz. Bu doğrudur. 120'dən az ola bilər. 80 və 120 arasında ola bilər. 120'dən çox ola bilməz. Çökəkliyin dərinliyi 150 metrdən azdır. Çökəkliyin dərinliyi bu tapdıq 120 metrdir. Onda bura 160 metr olacaq. 160 metr olacaq. A nöqtəsi də dəniz səviyyəsindən aşağıda yerləşirsə, bunun dərinliyi 160 metrdən çox olacaq. Bura qədər 160 metrdirsə, A'ya qədər 160'dan çox olacaq. Ona görə bu doğru deyil. B nöqtəsinin mütləq yüksəkliyi və kəsmə yüksəkliyi 80 metrdir. B'nin yüksəkliyi 80 metrdir, düzdür. Amma kəsmə yüksəkliyimiz 40 metrdir. Ona görə olmaz. Kənar horizontalın hündürlüyü 160 metrdir. Bəli, doğrudur. Tapdıq burada 160 metr. A nöqtəsinin mütləq hündürlüyü Baltik dənizi ilə eynidir. Baltik dənizi 0 metr dəniz səviyyəsidir. A nöqtəsi isə mənfidir. Dəniz səviyyəsindən aşağıdır. Ona görə olmaz. A nöqtəsi Xəzər dənizi səviyyəsində ola bilər. Bəli, Xəzər dənizi səviyyəsi mənfi 27 metrdir. A da ola bilər. A nöqtəsi belə deyək də ola bilər 0 ilə mənfi 40 arasında ola bilər. Ona görə Xəzər dənizi səviyyəsi uyğun gəlir. Cavab burada olacaq 1, 4, 6. 121. Relyef formasına aid olmayan əlamətləri müəyyən edin. Baxaq, 150, 90 bu yüksəklikdir, təpə deyir də dağdır, çünki daxilə doğru hündürlüyü artır. Kəsmə yüksəkliyi 30 metr, B'nin hündürlüyü 120 metrdir. Kəsmə yüksəkliyi tapmaq üçün burada 2 ədəd kəsmə yüksəkliyi gedir. 150'dən 90'ı çıxaq. Qalacaq 60 metr. 60'ı da 2'yə bölək. 30 metr. 30 metr kəsmə yüksəkliyi doğrudur. B'nin hündürlüyü 120'dir mi? 90 üstü 30 120. Bəli, B'nin hündürlüyü 120'dir. Deməli bu doğrudur. Amma bizdən aid olmayanlar istəyir. Ona görə biri götürməməliyik. Bir əslində doğru cümlədir. Amma bizdən aid olmayanları istədiyinə görə bunu götürə bilmərik. Bu ərazidə yaranan çaylar A məntəqəsinə doğru axır. Bu ərazidə yaranan çaylar A məntəqəsindən axa bilər. Yəni yüksəklikdən aşağıya doğru axa bilər. A'ya doğru axa bilməz. Yəni aşağıdan yuxarı axa bilməz. Çay A'dan axmalıdır. Bu yanlış cümlədir. Ona görə biz götürürük. 3'ə baxaq. Relyef formasının nisbi hündürlüyü 120 metrdən azdır. Gəlin bunun nisbi hündürlüyünü hesablayaq. 90'dırsa bura 60 olacaq. 150'dirsə bura 180 olacaq. A nöqtəsi ola bilər 180-210 arasında ola bilər. 180-210 arasında. Və relyef forma nisbi hündürlüyü 120 metr olarsa əgər 60 üstə 120 belə çıxır ki A nöqtəsi 180 metrdir. Amma bizə 180'dən çoxdur. Ona görə də nisbi hündürlük 120'dən çox ola bilər. 120'dən az ola bilməz. Bu yanlış cümlədir. Ona görə bunu da götürürük. A nöqtəsinin mütləq hündürlüyü 220 metrdən çoxdur. Xeyr, biz dedik axı bura 180'dirsə A nöqtəsi 180 və 210 arasında ola bilər. 30 metrə bölünənlər 220 ola bilməz.
Bu da səhvdir, ona görə götürürük. A nöqtəsi bu ərazidə hakim yüksəklidir. Bəli, A nöqtəsi hakim yüksəklidir. Doğru cümlədə ona görə götürmürük. A və B arasında hündürlük fərqi 90 metrdən çox ola bilməz. Bax, B-ni biz tapdıq 120 metrdir. A da dedik 280-210 arasında olmalıdır. Və hündürlük fərqi 90 metr olarsa, A nöqtəsi onda 210 olur. Amma 90'dan az olsa, ta ki 80 olsa 200 olur. Bu uyğun gəlir. Amma 90'dan çox ola bilməz. Ta ki 100 metr olsa olacaq 220 metr. Ona görə ola bilməz. 90'dan çox ola bilməz. Bu doğru cümlədə, ona görə götürmürük. Bizim burada cavabımız olacaq 2, 3, 4. Kesmə yüksəkliyi 15 metr olduğunu bilərək K horizontalının mütləq hündürlüyünü hesablayın. 15 metrdir. Burada da belki ışıqlar daxilə doğru çəkilir. Deməli bu çəkəklikdir. Yəni xaricə doğru hündürlük artacaq. 325'dir. Onda daxili horizontal 325'dən böyük 15'e bölünən bir tam ədəd olmalıdır. Bu da neçə olar? 330 olar. Doğrudurmu? 325'dən böyük olmalıdır və 15'e bölünməlidir ən yaxın. 330 olar. O zaman K nöqtəsi də buradan bura 2 kəsmə yüksəkliyi gedirsə, 15'i 2'ye vururuq, alırıq 30 metr. 30 metr buradan buraya qədər olan məsafədir. K-nı tapmaq üçün də 330'un üstünə 30'u gəlirik, olur 360 metr. Cevap burada 360. Bir bölünsün 600 min miqyaslı xəritədə bataqlığın uzunluğunun 3 cm, eni isə 2 cm-dir. Bataqlığın həqiqi sahəsini müəyyən edin. Uzunluq verilib, en verilib. Xəritdəki sahəni tapmaq üçün uzunluğu enə vururuq, alırıq 6 cm kvadratı. Həqiqi sahənin düsturu nədir? Xəritdəki sahə 6 vurulsun miqyasın kvadratı. Miqyası bizdə 6 kilometrdir. 5 sıfır çıxdı, qalır 6 kilometr. 6'nın kvadratı da miqyasın kvadratı lazımdır. 6'nın kvadratını tapırıq. 6 vur 36, bu da eləyəcək 216 kilometr kvadratı. 124. Miqyası 1 bölünsün 2 milyon olan xəritədə uzunluğu 4 cm, eni 3 cm olan əraziyə yer səthində uyğun gələn sahəni müəyyən edin. Deməli, xəritdəki sahə nəyə bərabərdir? Uzunluq vur n, 3 vur 4, 12 cm kvadratı. Miqyas nədir burada? 1, 2, 3, 4, 5, 20 kilometr. Miqyas 20 kilometrdir. 1 santimetrdir, 20 kilometr. Həqiqi sahənin düsturu nədir? Xəritdəki sahə vurulsun miqyasın kvadratı. 12 vur 400. Bu dedir 4800 kilometr kvadrat. 125. sual. Yer səthində eni 45 km, uzunluğu isə 60 km olan ərazinin 1 bölünsün 3 milyon miqyaslı xəritdə tutduğu sahəni müəyyən edin. 45 və 60 en uzunluq verilib. Həqiqi sahəni tapa bilərik, doğrudurmu? 45'i vururuq 60'a. En uzunluğunu olan hasil düsturuna əsasən. Bu da edəcək 3 2700 kilometr edəcək. Sonra xəritdəki sahəni tapmaq üçün həqiqi sahəni bölürük miqyasın kvadratına. Miqyas baxarıq neçə kilometrdir? 30 kilometrdir. 30'un kvadratı eləyəcək 900. 2700'ü böləcəyik 900'ə. Bu da edəcək 3 cm kvadratı. 125'də cavab 3 cm kvadratı. Gece 126'ya. Miqyası 1 bölünsün 600 min olan xəritədə eni 3, uzunluğu 4 cm olan bataqlığın yer üzərindəki həqiqi sahəsini müəyyən edin. Həqiqi sahəni istəyir bizdən. Xəritdəki sahə bərabərdir. Enin uzunluğu hasili 3 vur 4, 12 cm kvadratı. Həqiqi sahə bərabərdir. 12 vuraq miqyasın kvadratına. 5 0 gitti 6. 6'nın kvadratı eləyəcək 36. 12'nin də 36'ya hasili bizə verəcək 432 kilometr kvadratı. 127. Kesmə yüksəkliyin 200 metr olduğunu nəzərə alaraq A məntəqəsinin hündürlüyünü müəyyən edin. Bizə xarici horizontal verib 1200 metr. Bax, bu A nöqtəsidir. A'dan 1200'ə qədər neçə kəsmə yüksəkliyi var? Ona baxaq. 1, 2, 3, 4, 5.
5 ədəd kəsmə yüksəkliyi var. Kəsmə hündürlüyü də 200 metrdir. Bunun üçün 200-ü 5-ə vururuq, aradakı sayı vururuq, 1000 metri alırıq. A'nın hündürlüyü də bu təpədir. Yəni daxilə doğru hündürlük artır. 1200-ün üzərinə də 1000 gəlirik. Eləyir 2200 metr. Bizim A nöqtəmiz edir 2200 metr. 128. Kəsmə yüksəkliyi 50 metr olarsa, A və B nöqtələri arasındakı yüksəklik fərqini müəyyən edin. Kəsmə yüksəkliyi 50 metrdir. A və B bu 50-dir. Daxilə doğru hündürlük artır. Çünki təpədə 50-dir, 100 olacaq, 150 olacaq, B olacaq 200. B-ni tapdıq 200. A 50, 100, 150, 200, 250, 300. A'nı da tapdıq 300 metr. Yəni 50-50 biz artaraq gedirik yuxarıya. Aradakı yüksəklik fərqi 300 çıxılsın 200 bərabərdir 100 metr. 129. Kəsmə sxemə əsasən A və B məntəqələri arasında hündürlük fərqini müəyyən edin. Baxaq. B və A verilib bizə 1755 metr. B verilməyib. Kəsmə yüksəkliyi tapa bilərik, düzdürmü? 1700 bu horizontaldır, 1550 bu. Arada 3 ədəd kəsmə yüksəkliyi getdiyinə görə biz fərqi tapaq. 1700 çıx 1550 qalır burada 150. 150 metr buradan bura qədər olan məsafədir. 3 kəsmə yüksəkliyi varsa, 3-ə bölək. 50 metr bizim kəsmə yüksəkliyimizdir. Və B-ni tapa bilərik, düzdürmü? 1550, 1600, B olur 1650. B bizdə deməli 1650-dir, tapdıq. B 1650. A və B arasındakı fərq, A da 1755-dir. Bərabərdir 5, 0, 1. 105 metr. A və B arasında 105 metr var. 130. Kəsmə yüksəkliyi 20 metr olarsa, sxemdə verilən çəkəkliyin dərinliyini müəyyən edin. Kənara doğru hündürlük artır. Bu 16-dırsa, daxili horizontal 16-ya ən yaxın 20-yə bölünən ədəd olmalıdır. Bu 20-dir, düzdürmü? Elə 20-nin özü 20-yə bölünür və 16-dan böyükdür. Sonra 40 artır 20 metrdən 1. 60, 80. Dərinliyini müəyyən etmək üçün 80-dən 16-nı çıxırıq. Qalır 64 metr. 131. B və A məntəqələri arasındakı hündürlük fərqini müəyyən edin. Bu da 129-cu suala oxşuyur. Deməli, A verilib 1555, B verilməyib. Bu iki rəqəmə əsasən biz kəsmə yüksəkliyi tapa bilərik. 1800-dən çıxan 1650-ni. Qalsın burada 150 metr. Yenə 1, 2, 3 kəsmə yüksəkliyi. 150-ni bölə 3-ə olsun 50 metr. 50 metr kəsmə yüksəkliyidir. 50 metrdən 1 qalxır. 1800 yox, qalxmır. Burada düşür. Deməli, xarici horizontal 1800 də daxilə doğru 1650 və 1555 olub. Daxilə doğru azalıb və birləşdiriklər də daxilə çəkilib. Deməli, bu çəkəklikdir. Mənfi relyef formasıdır. Ona görə hündürlüyə doğru daxilə doğru hündürlük azalır. 1800-dürsə, 50 metrdən 1 düşürsə, 1750 olacaq. 1700 olacaq. 1650, 1600 belə gedəcək. Deməli, B nöqtəmiz olacaq 1700 metr. B olacaq 1700 metr. A və B arasındakı fərq də A da 1555-dir. 1700-dən çıxırıq 1555-i. Burada qalır 5, 4, 145 metr. 132. Həqiqi sahəsi 12 kilometr kvadrat olan adanın 1/200.000 miqyaslı xəritədə tutduğu sahəni müəyyən edin. Həqiqi məsafə var, miqyas var. Biz xəritədəki məsafəni asanlıqla tapa bilərik. Həqiqi sahə qalır olduğu kimi. Miqyasın kvadratını tapırıq. Sahə söhbəti varsa, mütləq miqyasın kvadratı tapılmalıdır burada. Xəritədəki sahə bərabərdir. Həqiqi sahə bölünsün miqyasın kvadratına. Həqiqi sahə 12 olduğu kimi qalır. Buradan biz alırıq 2 kilometrdir miqyas, 2 kilometr. Kvadratı yüksəldirik olur 4 kilometr. 4-ə bölürük, 12-ni qalır 3 santimetr kvadratı. Bu bizim xəritdəki məsafəmizdir. 133.
Həqiqi sahəsi 144 kilometr kvadrat olan gölün 1/600 min miqyaslı xəritə tutduğu sahəni müəyyən edin. Həqiqi sahə verilib 144. Yenə də xəritdəki sahə bərabərdir həqiqi sahə bölü miqyasın kvadratına. Bu da edəcək 144 bölünsün 6 kilometrdir. Kvadratı yüksəldirik olur 36 kilometr. 144 36'ya böləndə eləyəcək 4 cm kvadratı. Cavabımız 4 cm kvadratı. 134. Miqyası 1 bölünsün 2 milyon olan xəritədə uzunluğu 2,5 cm, eni 2 cm olan ərazinin sahəsini müəyyən edin. En və uzunluq varsa xəritdəki sahəni hesablaya bilərik. 2,5 vur 2 bərabərdir 5 cm kvadratı. Bu bizim xəritdəki məsafəmizdir. Həqiqi məsafə də bərabərdir. Xəritdəki məsafə, yəni 5 vur miqyasın kvadratı. Miqyasımızı kilometrə çeviririk. 1, 3, 4, 5, 0 getdi. Qalır 20 kilometr. 20'nin kvadratı edəcək 400. Bu da edəcək 2000 kilometr kvadratı həqiqi sahə. 135. Sxemdə A və C məntəqələri arasındakı hündürlük fərqi 120 metrdir. A'dan C'yə qədər 120 metrdir. B'ni tapmaq istəyir. Kəsmə yüksəkliyi tapaq. Bu dəniz səviyyəsi, bu 0 metrdir. Necə kəsmə yüksəkliyi? 1, 2, 3 kəsmə yüksəkliyi gedirsə 120'ni bölürük 3'ə edir 40 metr. 40 metr bizim kəsmə yüksəkliyimizdir və horizontallar 40 metrdən bir artacaq. 0'dır, 40 olacaq, 80 olacaq, 120 olacaq, 160 olacaq. B'ni istəyir bizdən, B də olur 120. B 120 metr bizim doğru cavabımız. 136. Kəsmə yüksəkliyi 150 metr olarsa A nöqtəsinin mütləq hündürlüyünü müəyyən edin. Bizdə tükəklikdir bu. Çöyəliyin dərinliyi var 480. A nöqtəsi isə daxili horizontal 480'dən böyük, çünki kənara doğru artacaq hündürlük. 480'dən böyük 150'yə bölünən tam ədəd olmalıdır. Hansı ədəddir bu sizcə? 450'dən böyük olsun və 150'yə bölünsün. Bu olacaq 600. Doğrudurmu? Çünki 600'ə qədər 480'dən böyük və 150'yə bölünən ədəd yoxdur. 600'dən əvvəl 450 var. 450 480'dən kiçik olduğuna görə cavab olaraq götürə bilmərik. Sonra 37. Kəsmə yüksəkliyi 200 metr olarsa A nöqtəsinin mütləq hündürlüyünü müəyyən edin. Bu mənfi 150'dir. 150'dən böyük olan 200 metrə qalıqsız bölünən bir ədəd olmalıdır. Bu 0 olacaq. Mütləq 0 olacaq. 0 oldu. Mənfi 150 0. A neçə olar bə? 0'dan böyük 200'ə bölünən ədəd. Bu da olacaq 200. Tam ədədlərdən istifadə etməliyik. Buna görə də A olacaq 200 metr. Çöyəklik olduğuna görə xaricə doğru hündürlük artmalıdır. Mənfi 150 olur. Sonra 0 olur. Sonra da 200 olur. 138. Miqyası 1 bölünsün 3 milyon olan xəritədə uzunluğu 5 cm, eni isə 2 cm olan ərazinin yer səthində uyğun gələn sahəsini müəyyən edin. Xəritdəki sahəni tapaq. Uzunluq n var. 5 vur 2. 10 cm kvadratı bizim xəritdəki sahəmizdir. Həqiqi sahə bərabərdir. Xəritdəki sahəni 10'u vururuq miqyasın kvadratına. Deməli 5 0'ı silirik. Qalır 30. 30 kilometr bizim miqyasdır. Kvadratı yüksəldəndə olur 900. 900 bunu da hasil edəcək 9000 kilometr kvadratı bizim həqiqi sahəmiz. 139. Yer səthində eni 30 km, uzunluğu 60 km olan ərazi 1/3 milyon miqyaslı xəritdəki sahəsini müəyyən edin. Həqiqi sahəni tapa bilərik burada. En və uzunluq var. Həqiqi sahə bərabərdir. 30 vur 60. 1800. 1800 bizim həqiqi sahəmizdir. Xəritdəki sahəni tapmaq üçün həqiqi sahəni bölürük miqyasın kvadratına. Yəni 1800'ü bölürük. Miqyas 3, 5 0 sildik 30. 30'un kvadratı edir 900. 1800'ü 900'e böləndə qalır 2 cm kvadratı. Bu da bizim xəritdəki sahəmizdir. 140. Xəritədə horizontallar 500 metrdən bir keçirilərsə, Xəzər dənizi ilə Bazardüzü zirvəsi arasında neçə horizontal keçirmək olar?
Deməli bizə verir Xəzər dənizi və Bazar düzü. Xəzər dənizinin səviyyəsi bilirik ki, -27 metrdir. Dəniz səviyyəsindən aşağıdır. Bazar düzü isə, Bazar düzü zirvəsi 4466 metr yüksəkliyə malikdir. Və bu sxemdə deyilir ki, kəsmə yüksəkliyi 500 metr olmalıdır. Horizontallar 500 metrdən bir keçir. Və gəlin baxaq, Bazar düzdən Xəzərə qədər nə qədər məsafəmiz var. -27 olduğuna görə toplayırıq. Bu bizə verir 3, 9, 4493 metr burada məsafə var. 4493 metr. Və 4493 metri bölək kəsmə yüksəkliyi. Horizontal sayını tapmaq üçün. 8 dəfə bölünəcək. 493 qalacaq. 8 dənə tam horizontal gedir. Yəni 4466 metrə qədər 8 horizontal gedəcək. Lakin bir horizontalımızda 0 metr olacaq dəniz səviyyəsində. -27 ola bilməz, çünki -27 500-ə bölünmür. 500-ə ən kiçik bölünən tam ədəd də 0 metrdir. Yəni bizim xarici horizontalımız olacaq 0 metr və ondan da Bazar düzü zirvəsinə qədər 8 ədəd horizontal gedəcək. 8 horizontalımız var, plus 0 metrlik horizontal. Dəniz səviyyəsində olan horizontal ümumi edəcək 9 horizontal keçiriləcək. 141. Həqiqi sahəsi 7942 km olan adanın xəritədəki sahəsi 22 cm kvadratıdır. Xəritədəki adanın ucqar şimal nöqtəsi ilə ucqar cənub nöqtəsi arasındakı məsafə 6 cm-dir. Yer səthində həqiqi məsafəni müəyyən edir. Belə biraz digərlərinə görə daha biraz uzanan misalda, amma məsələdə o qədər də çətin deyil. Yəni bu düşə biləcək bir sualdır. Yəni bu tip məsələndə hansı ki həm sahə var, həm məsafə var. Burada iki mərhələli miqyas üsulundan istifadə edəcəyik. Həqiqi sahə verilib 7942. Xəritdəki sahədə 22. Biz beləcə miqyası tapırıq. Bizə verilən rəqəmlər əsasında. Miqyasın düsturu nədir? Kök altında həqiqi sahə böl xəritdəki sahə. Doğrudurmu? Və bu rəqəmlər bizə verilib. Miqyas bəli kök altda 7942 bölünsün 22. Və bunu bölək. 7942 3 dəfə bölünür. 6 34 də 6 dəfə bölünür. 361. 361 dəfə buna bölünəcək. 361-dən biz neçə çıxardırıq miqyası? 19 çıxardırıq mı? 361 19-un kvadratıdır. Deməli bizim miqyasımız 1 santimetrdə 19 kilometrdir. Bu bizim miqyasımızdır. Və birinci mərhələ bitdi. Həqiqi və xəritdəki sahəyə uyğun olaraq biz miqyası tapdıq. Sonra nə deyir? Adanın ucqar şimal nöqtəsi və cənub nöqtəsi arasındakı məsafə 6 cm-dir. 6 cm verib. Bu 6 cm həqiqətdə neçə kilometrə bərabərdir? Bizdən bunu istəyir. Və biz miqyası tapdıq. Eyni xəritədən söhbət edir. Ona görə də miqyas dəyişmir. Tapdığımız miqyasa əsasən və bu 6-ya əsasən həqiqi məsafəni tapa bilərik. Həqiqi məsafə düsturumuz da bərabərdir. Xəritdəki məsafə vurulsun miqyas. Xəritdəki məsafəmiz 6 cm-dir, miqyasımız da 19 km-dir. Bunların hasili də bizə verəcək 114 km. Cavab 114 km. 142. Bu da eyni, tamamilə eyni tiplidir. Həqiqi sahə verilib 3718. Xəritdəki sahə verilib 22. Gəlin miqyası tapaq. Miqyas bərabərdir kök altda. Rəqəmlərim necədir? 3718 bölünsün yenə də 22-yə. Bərabərdir. Bir dəfə
151 7 olmaz 6 dəfə 132 169 dəfə. 169. 169 da neçənin kvadratıdır? 13'ün kvadratıdır. Deməli bizim miqyasımız 1 santimetrdə 13 kilometrdir. 13 kilometr. Miqyası tapdım. Sonra deyir ki, xəritədəki məsafə 14 santimetrdir. Həqiqi məsafə nə qədər olar sizcə? Həqiqi məsafəni tapmaq üçün də xəritədəki məsafəni vururuq miqyası. Həqiqi məsafə bərabərdir 14 vurulsun 13. Bu da bizə verəcək 14 vur 13 182 kilometr. Bu bizim həqiqi məsafəmiz. Baxaq 143-cü suala. Bir bölünsün 600 min miqyaslı xəritədə 4 cm kvadratı yer tutan su ambarın həqiqi sahəsini kilometr kvadratı ilə müəyyən edin. Miqyas 600 min neçə kilometrdir? 5 sıfırı çıxsaq edir 6 kilometr. Xəritdəki sahədə verilib. Həqiqi sahəni tapmaq üçün xəritdəki sahəni vururuq miqyasın kvadratına. Yəni 4'ü vururuq 36'ya. Bu da edəcək 144. 144-cü sual. Bir bölünsün 2 milyon 200 min miqyaslı xəritədə 3 santimetr yer tutan adanın həqiqi sahəsini kilometrlə hesablayın. Mənim miqyas verilib 2 milyon 200 min. Bunu biz kvadrata yüksəldək. 5 sıfırı silirik, qalır 22. Miqyasımız 22 kilometrdir. Sahədə bunun kvadratı bizə lazım olacaq. Həqiqi sahənin düsturu nə idi? Xəritdəki sahə vurulsun miqyasın kvadratı. Xəritdəki sahəmiz 3'dür. 22'nin kvadratı edəcək 484. Bu da bizə verəcək neçə? 1452 kilometr kvadrat. 145. Bir bölünsün 800 min miqyaslı xəritədə 4 cm kvadratı yer tutan bataqlığın həqiqi sahəsini kilometr kvadratı ilə müəyyən edin. Miqyas 8 kilometrdir. Xəritdəki santimetr 4 cm kvadratıdır. 4'ü vururuq 8'in kvadratına 64'e. Bu da edəcək 16 256 kilometr kvadrat. 146. Bir bölünsün 40 milyon miqyaslı xəritədə 2 santimetr kvadratı sahə tutan bataqlıq bir bölünsün 10 milyon miqyaslı xəritədə neçə santimetr kvadratı olacaqdır. Bu iki mərhələlidir. Əvvəlcə biz həqiqi sahəni tapaq, bataqlığın həqiqi sahəsini. 2'ni vururuq 5, 400, miqyas 400 kilometrdir. Kvadratı yüksəldəndə 16.000 edəcək. Bu da edəcək 32.000. 32.000 həqiqi sahədə. İndi ikinci sahədə, ikinci xəritədə biz bunun nə qədər ərazi tutduğuna baxmaq üçün xəritdəki sahə, ikinci xəritdəki sahə bərabərdir 32.000'i bölürük 2, 3, 4, 5. 100'ün miqyasımız 100 kilometr, 100'ün kvadratı 1000'e. Bu da edir 32 santimetr kvadrat. 147. Bir bölünsün 40 milyon miqyaslı xəritədə 2,5 cm kvadrat sahə tutan bataqlıq bir bölünsün 10 milyon miqyaslı xəritədə neçə santimetr kvadratı olar? Həqiqi sahə bərabərdir 2,5 vurulsun 5. Miqyasımız 400'dür. Onun kvadratı edəcək 16.000. Bərabərdir. 2, 32, 40.000. 40.000 kilometr kvadratı həqiqi sahədir. İndi ikinci xəritdəki məsafəni tapmaq üçün 40.000'i bölürük 3, 4, 5, 100, 100'ün kvadratı 1000'e. Bu da edir 40 santimetr kvadrat. 148.
Horizontallarla təsvir edilmiş dağın ətəyindən keçən horizontalın, dağın ətəyindən keçən horizontalın dəniz sahilində yerləşdiyini nəzərə alaraq, yəni 0 metrdir dəniz sahilində yerləşir. Nəzərə alaraq K nöqtəsi ilə zirvə arasındakı hündürlük fərqidən neçə metr olduğunu müəyyən edin. K burada, zirvə bura. Yəni bizdə K-dan zirvəyə qədər olan məsafəni istəyir. Kəsmə yüksəkliyi tapmaq, beləcə K-nı tapa bilərik. 1200-dən 0-a qədər 3 kəsmə yüksəkliyi gedir. Buradan burada 1200 kilometrdir. 1200-dən 0 çıxırıq, qalır 1200 metr. 1200 bölünsün 3-ə edir 400. 400 metr bizim kəsmə yüksəkliyimizdir. Bu əgər 1200-dürsə, K nə qədər olacaq? K 1600 olacaq, doğrudurmu? Üstünə 400 gəlirik, K-nı tapdıq 1600. Və zirvə ilə K arasındakı fərqi tapmaq üçün də 2115-dən çıxırıq 1600. 515 metr, cavab 515 metrdir. 149. Horizontallarla təsvir edilmiş dağın ətəyindən keçən horizontalın dəniz sahilində yerləşdiyini nəzərə alaraq K nöqtəsi ilə zirvə arasındakı hündürlük fərqini hesablayın. Zirvəmiz var 4820. Bu K nöqtəsidir. Bizə buradan zirvəyə qədər olan məsafəni istəyir. Ətək dəniz səviyyəsindədir. 0 metr. Buradan bura 2400 metrdir. Deməli 3 kəsmə yüksəkliyi keçirsə 2400-ü bölürük 3-ə. Bu 0 metrdir. 2400 metr məsafə var. 800 metr edir. Deməli 800 metr kəsmə yüksəkliyidir. 0, 800, 1600, 2400. K nöqtəmiz neçə oldu? 1600. K-nı tapdıq. K ilə zirvə arasındakı məsafədə 4820 çıx 1600 bərabərdir 3220. Bizim cavabımız 3220. 150-ci sual. Nisbi hündürlüyü 218 metr olan dağın təsvirində 5 horizontaldan istifadə olunmalıdır. Dağın ətəyindən keçiriləcək birinci horizontalın mütləq hündürlüyünün 500 metr olduğunu bilərək kəsmə yüksəkliyi müəyyən edin. Gəlin bunu təsvir edək. Deməli, nisbi hündürlüyü 218 metrdir. 5 horizontal keçməlidir. Gəlin 5 horizontal çəkək burada. 1 5 horizontal çəkdik. Deyir ki, ətəkdəki horizontal 500 metrdir. Yəni bu xarici horizontal, ətəkdəki horizontal 500 metrdir. Nisbi hündürlüyü 218 metrdir. Deməli, zirvənin ətəkdən olan fərqi 218-dir. Deməli, zirvə nə qədər olacaq? Olacaq 718 metr. Olacaq 718 metr. Və burada bizə deyir ki, kəsmə hündürlüyü nə qədər olacaq? Kəsmə hündürlüyü tapmaq üçün deməli, buradan buraya qədər biz dedik 218 metr var, doğrudurmu? 718-dən 500-ə qədər 218 metr məsafə var. Gəlin bu 218-i bölək. Neçə dənə kəsmə yüksəkliyi var burada? 1, 2, 3, 4. 4-ə bölək. Qalıqlı cavab alırıq. 50 alırıq. 18 də bizdə qalıq qalır. 18 qalıq. Bu 718-dən xarici, daxili horizontala qədər olan məsafə də 18 metr. Horizontallar isə 50-yə tam bölünən ədəd olmalıdır. Deməli, bizim kəsmə yüksəkliyimiz nə qədər olacaq? 50 metr olacaq. Aradakı fərqi bölürük kəsmə yüksəkliyi sayına, böldük və nə qədər tam bölünürsə o bizim cavabımızdır. Gəlin hesablayaq. 500 olacaq. 50 olsa 550, 600, 650, 700. Daxili horizontal 700 oldu. Zirvədə 718 metr, beləcə tam doğru cavab alındı. Bizim kəsmə yüksəkliyimiz olacaq 50 metr, 150-də cavab. 151-ə baxaq sonuncu suala. Nisbi hündürlüyü 92 metr olan təpənin təsvirində 4 horizontaldan istifadə olunmalıdır. Təpənin ətəyindən keçiriləcək birinci horizontalın mütləq hündürlüyünün 30 metr olduğunu bilərək kəsmə yüksəkliyi müəyyən edin. Eyni sualda sadəcə burada 4 dənə horizontal keçir. Gəlin keçirdək 1, 2, 3, 4.
4 horizontal keçir. Birinci horizontal 30 metrdir. Nisbi hündürlüğü 92 metrdir. 92 ise onda bura olacaq. Dəqiqə 92. Onda zirvə 122 metr olacaq da. Fərq 92 isə. Gəlin kəsmə yüksəkliyi tapaq. Arada 92 metr məsafə var. 92-ni bölək. Neçə kəsmə yüksəkliyi var? 1, 2, 3 kəsmə yüksəkliyi var. 3-ə bölək. 30 dəfə tam bölünür, qalır 2 qalır. Bu 30 olur bizim kəsmə yüksəkliyimiz. Tam ədəd neçədirsə olur bizim kəsmə yüksəkliyimiz. Hesablayaq. 30 metr, 60 metr, 90 metr, 120 metr. Beləcə bunu isbat etdik. 151-də cavab olur 30 metr.